Sənaye sahələrinin xəritə sxemi əsasən təsvir üsulunu müəyyən edin. Burada sənaye sahələr verilib, yeyinti, yüngül, maşınqayırma. Burada kartodiaqram üsulu ilə verilib. A variantı. Sonra 1/60 milyon miqyas xəritədə şimal coğrafi qütbündən K məntəqəsinə qədər ən qısa məsafəni müəyyən edin. Miqyas verilib. Deməli yazaq. Miqyas 1/60 milyon. Bunu biz 100 binə bölək, kilometrə çevirək. 1 kilometr 100 min santimetr olduğu üçün 3, 5, 3, 5, 0 olacaq. 1 santimetrdə 600 kilometr. 600 kilometr. Bunu yazdıq. Sonra deyək, şimal coğrafi qütbündən K məntəqəsi. K məntəqəsi buradadır. K məntəqəsi. K məntəqəsindən, şimal coğrafi qütbündən K məntəqəsinə kimi biz meridianla düşürük aşağı. Meridianla düşürüksə, K məntəqəsi baxırıq ki, meridianla düşürük, paralelə baxmalıyıq. K məntəqəsi yerləşir, burada yazılıb 60 şimal ən dairəsi. Bu K. Bu da şimal coğrafi qütbü. Buradan gəlirik bura. Bu da 90 dərəcə. 90 dərəcə. Deməli, biz nə deyir? Ən qısa məsafənin santimetrindən. Biz tənasübümüzü quraq. Görək bizə nə lazımdır. 1 santimetrdə miqyas xəritədəki məsafə həqiqi məsafə. Biz bunu axtarırıq. Miqyas bunu tapmalıyıq. Həqiqi məsafəni tapmaq üçün buradan istifadə edək. 90-dan düşürük deyək 60 şimal dairəsinə və K məntəqəsində o həqiqi məsafəni tapaq. Biz burada həqiqi məsafə meridianla düşürük. Meridianla düşürüksə 1 dərəcə qoysunuz onu 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir. Biri 90-da yerləşir, biri 60-da yerləşir. 90 şimal ən dairəsi çıxılsın 60 şimal ən dairəsi. Niyə çıxılsın? Eyni yarımkürədir. Bu bərabərdir 30 dərəcə. Gedilən dərəcəni tapdıq. 1 dərəcə 111 kilometr. 30 dərəcə həqiqi məsafə. Buradan tənasüb qururuq. Həqiqi məsafə vurulsun 1 bərabərdir 30 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 3330 kilometr. Həqiqi məsafəni tapdıq. Deməli, biz də aparaq yuxarıda yerinə qoyaq. Xəritə məsafəni tapaq. Burada 1 santimetrdə miqyasımız 600 kilometr. Xəritəyə məsafə, həqiqi məsafə 3330 kilometr. Buradan yenə tənasüb qururuq. Xəritəyə məsafə vurulsun 600 bərabərdir 3330 vurulsun 1. O da bərabərdir. Xəritəyə məsafə bərabərdir. Deməli, 3330 bölünsün 600. Bərabərdir. Xəritəyə məsafə bərabər 5,55 santimetr. Cavab Y variantı. Məsələdə ardıcılığı qorumaq mütləqdir. Verilənləri yazırsan, digərini axtarırsan. Silindrik kartoqraf proyeksiyası hazırlanmış xəritədə ən az təhrif olunan regionu müəyyən edin. Silindrik proyeksiyada biz kürəni silindrin içərisində yerləşdiririk və bu zaman kürə, bu da silindir. Və bu zaman sıfır tərifli xətt yaranır. Ekvator. Sıfır təhrif. Yəni, sıfır təhrif olur. Çünki niyə? Kürə silindrə ekvator xəttində toxunur. Və bu ekvatora yaxın həmin sıfır təhrifdir. Buna yaxın ərazilərdə təhrif az olur. Ən az təhrif olan region da
Burada biz baxsaq, Şimali Avropa ümumiyyətlə ekvatorun kəsişmir, Mərkəzi Asiya kəsişmir, Şimali Asiya kəsişmir, Mərkəzi Afrika kəsişir, Şərqi Asiya kəsişmir. Deməli, Mərkəzi Afrika. Afrikanın mərkəzindən keçir ekvator. Təsvir üsulunu müəyyən edin. Burada rənglərdən istifadə olunub və rənglərdən də istifadə olunub. Nöqtələr deyil, yayılma arealı deyil. Yəqin ki, burada xətlərdirsə, izoxətlər üsulundan istifadə olunub. Horizontallardır. Horizontallar, izohipslər. Sonra 1/5 milyon miqyas xəritədə 9 dərəcə şimal, 7 dərəcə cənub enlikləri arasında meridian üzrə məsafə 34 sm olur. Tərifi hesablayın. Biz tərifi hesablamaq üçün birinci dərəcə toru ilə Təriflər niyə baş verir? Təriflər çünki biz yer kürə şəklindədir. Biz onu çeviririk müstəvi səthinə. Müstəvi səthinə çevirəndə orada təriflər baş verir. Müxtəlif təriflər, forma, bucaq, uzunluq, sahə tərifləri var. Tərif tapmaq üçün bərabərdir. Dərəcə toru ilə tapırıq. Yəni meridian paralelə görə uzunluq tapırıq. Uzunluq dərəcə toru çıxılsın. Uzunluq miqyas. Yəni dərəcə toruna görə tapırıq, sonra da çıxırıq uzunluq miqyas. Uzunluğu miqyasa görə tapırıq. Birinci gəlin miqyasa görə tapaq. İkisini də verilib. 1 miqyas yazaq. Miqyas bərabərdir. 1/5 milyon. Bunu kilometr çevirir. 100 minə bölək. Çünki 1 kilometr 100 min santimetrdir. 3, 5, 3, 5. 1 santimetrdə 50 kilometr. Xəritəyə məsafə. Xəritəyə məsafə bərabərdir 34 santimetr. Yəni tənasübümüzü quraq. 1 santimetrdə miqyas, xəritəyə məsafə, həqiqi məsafə. Elənə qoyaq yerinə yazacaq. Deməli, 1 santimetrdə miqyasımız 50 kilometr. Xəritəyə məsafə 34 santimetr. Həqiqi məsafəni tapaq. Buradan da həqiqi məsafə bərabərdir. 50 vurulsun 34. Həqiqi məsafə də bərabərdir 1700 kilometr. Deməli, bizim dərəcə torunu, miqyasla tapdıq 1700 kilometr. Yazaq. 1700 kilometr. İndi gəlin dərəcə torundan tapaq. Dərəcə torundan tapaq. Deməli, biri 9 şimal endairəsidir. Biri 7 cənub. 9 şimal endairəsi, 7 cənub endairəsi. Deməli, bu arasında dərəcə uzunluğu tapmaq üçün biz meridianla gedirik. Meridianla gediriksə, deməli, biz nəyə baxmalıyıq? Paralellərə baxmalıyıq. Tənasüb quraq. 1 dərəcə meridianla gedirik 111 kilometr. Gedilən dərəcə, həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Bərabərdir. 9 şimal, 7 cənub. Fərqli olduğu üçün toplayırıq. Bu da bərabərdir 16 dərəcə. Yerinə qoyaq yazaq. Deməli, 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 16 dərəcə. Həqiqi məsafə. Buradan da biz həqiqi məsafə bərabər 16 vurulsun 111. Həqiqi məsafə də bərabərdir 1776 kilometr. Deməli, biz dərəcə toru ilə tapdıq 1776 kilometr. İndi gəlin bunların fərqini tapaq. Tərif də elə fərq deməkdir. 1776 çıxılsın 1700, bu da bərabərdir 76 kilometr. Y variantı. Bir daha deyim, tərifi tapmaq üçün uzunluğu dərəcə toru ilə tapırıq birinci. Sonra uzunluğu miqyasını tapırıq. Sonra bunların fərqini tapırıq. Sonra L-Venn diaqramını tamamlamayan, yəni tamamlamasın.
Doğru olmasın. 30 şərq uzunluğu meridianı, 70 şərq uzunluğu meridianı. Çəkək. Biri 30 şərq uzunluğu, biri 70 şərq uzunluğu. Belə məsələlərdə mütləq yazsanız daha yaxşı, daha tez cavaba çatmış olasınız. Avrasiya və Antarktida materiki ilə kəsişir. Bəli, Avrasiya ilə ikisi də kəsişir, Antarktidanın bütün meridianlar kəsişir. Bu doğrudur. Amma tamamlanmayan soruşur. Bir dərəcə qoy uzunluğu təqribən 115 km. Meridianların uzunluqları dəyişmir. Eynidir. 40 dərəcə şimal enliyi üzrə Bakı şəhərinə qədər ən qısa məsafə 40 dərəcə şimal enliyi üzrə Bakı şəhərinə qədər ən qısa məsafə 1708 kilometrdir. Hər ikisindən. Bakı yerləşir 50 şərq uzunluğu. Bakıdan bura qədər 20 dərəcə, buradan bura qədər 20 dərəcə fərq var. Və 20 dərəcə fərq varsa, gəlin hesablayaq. Birini hesablasaq 1 dərəcəlik. Deməli, paralel üzrə gediriksə, hansı paralellədir? 40-cı paralel. 40 şimal. 40 dərəcə paralel qoyulsun. 85 onda 4. Gedilən dərəcə 20. Bu da həqiqi məsafə. Həqiqi məsafə də bərabərdir. 85 onda 4 vurulsun 20. O da həqiqi məsafədə 85 onda 4 vurulsun 20. Həqiqətən həqiqi məsafədə bərabər 1708 km. Bu da doğrudur. Qərb-şərq yarımkürənin sərhədini təşkil edir. Qərb-şərq yarımkürənin sərhədlərinin 0-cı meridianı, bir də 180-ci meridian. Bu doğru deyil. Şimal buzlu okean kəsişir. Bəli, bütün meridianlar şimal buzlu okeanla kəsişir. D variantı. Tamamlayan bəndi müəyyən edin. Ümumi coğrafi. Məzmuna görə xəritələr 2 yerə bölünür. Ümumi coğrafi, tematik xəritələr. Üzərində bütün coğrafi obyektlər eyni səviyyədə təsvir olunur. Bu tamamlamır. Tamamlayan deyir. Riyazi, ümumi coğrafiyada hamısı təsvir olunur, tematikdə bir mövzu. Riyazi əsaslı təsvir üsullarıdır, təsvir vasitələridir. Bu doğru olar. Digərlərinə baxaq. Sinoptik xəritələr tematikdir. Hər bir hansı mövzu və hadisə daha müfəssəl tematikdir. İqlim qurşağı, torpaq, bitki örtüyü tip xəritələr təsvir olunur. Bu da tematikdir. Cavab B variantı. Xəritələrdə yaranan təriflər haqqında hansı fikir doğru deyil? Təriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən, coğrafi enlikdən asılıdır. Doğrudur. Meridian paralel arasında bucaqlar 90 dərəcə fərqli olsa, deməli bucaqlar tərif edilmişdir. Bu da doğrudur. Uzunluq tərifi özünü meridian paralel arasında parçalanan uzunluqların müxtəlifliyində göstərir. Meridian parçalanan uzunluq. Bu da doğru olar. Xəritədə bucaq tərifi coğrafi obyektlərin formalarının tərifindən səbəb olur. Bucaq tərifi formaya səbəb. Böyük miqyaslı topoqrafi xəritələr təriflərin dərəcəsi də böyük olur. Böyük miqyaslı topoqrafi xəritələrdə tərifli yox. Bu da doğrudur. Forma tərifinə səbəb olur. Böyük miqyaslı topoqrafi xəritələrdə təriflərin dərəcəsi kiçik olur. Böyük olmur. Böyük olmur. Kiçik olur. Çünki kəmiyyət böyük miqyaslıdırsa, kəmiyyət kiçikdir. Kəmiyyət kiçikdirsə, ümumiləşdirmə də azdır və tərif də azdır.